Keçən videomuzda Abbasqulu Bakıxanovun Hikmətin Fəziləti əsərinin təhlilini aparmışdıq. Gəlin indi testlərinə baxaq görək, düzgün tapa bilirikmi cavabları. 23-cü testə baxaq. Deyir, Bakıxanovun Hikmətin Fəziləti əsərində şah həkimin vəsiyyətini icra edərkən divanələrdən ehtiyat edir. Kimdən ehtiyat edir? Divanələrdən. Hansı beytdə verilmiş məlumata əsasən şahın haqlı olduğunu demək mümkündür? Variantlara bir-bir baxaq. E variantına bax. Deyir ki, yenə də o qoca dedi bu sözü. Hər şeydən yaxşıdır, yaxşılıq özü. Burada bu variantda qoca şahın sualına doğru cavab tapır. Ona görə də bu yanlış fikirdir. Şah qəbul eylədi, soruşdu. Yenə dünyada hər şeydən yaxşı deyinlə. Yəni, burada da şahın divanələrdən qorxmasına ehtiyacı olan heç bir cavab yoxdur. Söylədi, hər şeydən xeyirli hünər, hünərsiz heç bir şey olmaz müyəssər. Bu da qocanın cavabıdır, doğru cavabdır. Ona görə də buradan da ehtiyat eləməyə ehtiyac yoxdur. Nəhayət hamını çağıtdırdı şah, onları mətləbdən eylədi agah. Burada da yoxdur. B variantına baxaq, deyir, əvvəl ən xeyirli nədir? Müxtəsər. Tamahkar olanlar dedilər ki, zər. Baxın burada, şah divanələrdən ehtiyat eləməkdə haqlıydı. Çünki tamahkarlar deyir ki, zərdir. Tacirlər deyir ki, alverlə rəvacdır. Vergi yığanlar deyir ki, xəracdır. Amma sualın cavabı bu deyildi. Ona görə də şahın ehtiyat eləməyində, yəni ehtiyat eləmək doğruydu. Cavabımız B olacaq. 24-cü testə baxaq. Deyir ki, hansı fikir Bakıxanovun Hikmətin Fəziləti əsərindəki şah obrazına aid etmək olar? Hansı fikri? Üzüyü ən müdrik adama hədiyyə etməyi vəsiyyət edir. Bunu vəsiyyət eləyən həkim idi.